Yanğınla nəticələnən partlayış hazırda qarşısında dayandığımız mənzildə qeydə alınır. Nəticədə bir kişi hadisə yerində dünyasını dəyişib, bir qadın isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğın söndürülüb. Hazırda əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub. Hadisə şəhərin Fikrət Əmirov küçəsində 5 mərtəbəli çox mənzilli yaşayış binasında qeydə alınıb. Hadisə yerində ölən 1967-ci il təvəllüdlü Aliyev Adil Elman oğludur. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan 1961-ci il təvəllüdlü Şahməmmədova Gülnaz Salih qızı hadisə yerinə gələn təcili tibbi yardım briqadasına təhvil verilib. Qadın daha sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Qolundan və boynundan kəsici alətlərdə müxtəlif xəsarətlər alan qadın bildirib ki, dünyasını dəyişən Adil Aliyev onu bu gün evə zorla gətirib. Adil Aliyev onu bir neçə dəfə hədələyib. Səbəb isə ölən şəxsin qadından pul istəməsi olub. Xəsarət alan qadın başına gələnləri danışıb. Mən iş adamıyım. İşləyirəm, gelib sortada bilirsin. Hər gün onda işdə olurum, 11-də də çıxırım. Boğazınıza o bıçaq yarası boğazınıza. Bəli, bəli. Əlinizi kim eləyib? Hamısını qoyun, hamısını. Aranızda mübahisə düşdü yoxsa necə? Demirəm dedi, ərzə verməyəsən. Bir də mən şikayət eləməyəsən. Mən də dedim, mənim pulum yoxdur. Yoxdur mənim. Sənə verməyə mənim pulum yoxdur. Sizə nəyə görə pul istəyirdi ki? Hər dəfə, o dəfə də pul istəmək üstündə bıçaqlamışdı. Qonşuların sözlərinə görə dünyasını dəyişən Adil Aliyev hadisənin baş verdiyi evdə kirayədə qalıb. Kirəkeş idi. Sərgi başım gəlir, sakit adam, heç gün dəyib dolaşan adam deyildi. Dubai bazarında məsələn A verirdi, əlində məsələn şeşə satırdı da o adam. Heç gün dəyib dolaşan, bununla gələn qadını heç tanımırıq, birinci səfər görürük. Mən səs-küyə çıxdım. Yanğına müdaxilə mən kömək elədim, yəni keçirməyinə görə, pajalı gələnə kimi. Meyidi gördü, səsəmə qaçdıq bəri, amma divanın üstündə ölmüşdü. Baş vermiş yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb. Nazirliyin 112 qaynar telefon xəttinə Gəncə şəhəri Fikrət Əmirov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumata görə dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Gəncə şəhər yanğından mühafizə idarəsinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 36 kvadrat metr olan mənzildə baş verdiyi müəyyən olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində bir otaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğın söndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Bir nəfər isə ölüb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. 5 mərtəbəli çox mənzilli yaşayış binasında partlayışla baş verən yanğının bəzi təfərrüatları da məlum olub. İlkin məlumata görə evdə yaşayan kişi ilə qadın arasında mübahisə olub. Mübahisə zamanı evə benzin tökülüb, nəticədə yanğın olub. Yanğın zamanı 1967-ci il təvəllüdlü Aliyev Adil Elman oğlu hadisə yerində ölüb. 1961-ci il təvəllüdlü Şahməmmədova Gülnaz Salih qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Baş vermiş hadisə ilə əlaqədar Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, Layiq Qələndərli, APA TV Gəncə.